Dostlar, aprel ay, may ay barədə ki, zəlzələdən danışaq, mən elə bir şey hiss etmirəm. Bir çox adamlar aprel, may ayında zəlzələ olacağını deyilir. Mən elə bir şey hiss etmirəm. Mən bu il sellər ili adlandırdım və sellərin də başlayıb hələ bundan sonra daha böyük sellər olacaq və onun qabağını almağa çalış. Mən sizin Azərbaycanın tanınmış ən güclü ekstrasens və hisslərə malik olan proqnoz verən adamam, analizçiyəm. Mənə inanmaq lazımdır. Başqa adamlar gəlir, gedir. Tutduq atıq, tutmada İran. Hamısı indi proqnoz deyən olub. Niyə mən sizlərin yanındayam? Yadındayam. Çünki hər zaman mənim dediyim düz çıxır deyə. Bir çoxlarının xoşuna gəlmir. Cahil kəslər var. Mən onlara qınaya bilmərəm. Allahın işinə qarışma deyirlər. Allah danışıb proqnoz verə bilmir. Bizim kimi insanların əlindən proqnoz verir. Mən sadəcə deyəcəm ki, sizlər üçün danışıram. Proqnozlar sizlər üçün deyirəm. Siz avqust ayından sonraki gələcək olan dönəm 2027-28-ci illər. O zaman zəlzələdən özünüzü qorumaq üçün çalışın. Və ha belə İran, Rusiyadan gələn təhdidlər, gərginliklər bizi Azərbaycan üçün olacağı o dönəm gələcək. Təbii ki, o siyasətdir. O bizim başçılarımız gözəl bilər. Amma mən o dönəm üçün televiziyalarda gərgin söhbət, debatların və hər hansı bir Rusiya və İran barədə bizə qarşı olan, dünyada Azərbaycana qarşı olan gərgin anların danışıqları efirlərdə, hər kəs təbii ki, mən öldürsəm də, tutulsam da, başıma nə oyun açılsa da, açılmasam da, masondur da, mənə deyəcək ki, Jirnovski də öldürmədi, deyəcək ki, sən kimsən ki, bu proqnozları verirsən, okey, mən hissələyən Nostradamus, təzə Vanga, mən sizin üçün. Deyirəm ki, həmən o avqust ayından sonra 2027-yə yaxın gələn il 28-in axıracan Azərbaycan üçün ən güclü zəlzələ olacaq. Bunun proqnozu %99% əmin olaraq deyirəm hisslərimə. Niyə görə? Çünki siz özünüzü bəlkə də qoraya bilən bir addımlar varsa, qoraya bilmək üçün çalışasınız. Ha belə büyük sellərin daha çox gələcəyini, daha çox bu yaxın zamanlarda bilirsiniz ki, son 50-100 ilin ən böyük selləri gəldi və bundan da çox daha böyük sellər gələcək. Onun qabağını alması üçün daha çox çalışmaları edin. Siz bunu edə bilərsiniz. Zəlzələnin qabağını alması üçün balaca evlər, çuxurlarda, çaylardan, uzaq yerlərdə tikərək, alaraq yaşaya bilərsiniz. Hündür mərtəbələrdən təhlükəli olan, yaxşı tikilməyən köçüb uzaqlaşa bilərsiniz. Sellərdən uzaq olması üçün çay kənarlardan uzaqlaşa bilərsiniz. Əgər çay kənarlarda yaşayırsınızsa bizim ata yurdumuz kimi dambanı qurmaq lazımdır. Yəni bu şeylər var. Qabağa almaq mümkün olan şeylər var. Hər şeydə Allah qorusun deyə gedib çayın qırağında yatmaq da olmaz. Damba vurmaq lazımdır. Ha belə zəlzələdə nə olursa olsun deyə 16 mərtəbə, 18 hündür mərtəbələrdə də yaşamaq olmaz. Ha belə İran dünya savaş gərginliklərinin artdığı zamanında ximikatlardan özümü qorumaq üçün dərmanları indidən alıb saxlaya bilərsiniz. Bu mümkün olan şeylərdir. Bunu etmək şansınız var. Çünki Novostroykada ev olan adam satıb balaca bir yerdən də, 5 mərtəbədən də ev ala bilərlər. Yəni oranın təhlükəsi azdır. Çay qırağında, çuxurlarda ev olanlar dambalar eləyə bilər və ya indidən sığorta falan eləyə bilər evlərinizi. Bunu çox adam bilirsiniz, bilmirsinizsə bilin. Yəni heç nə olmaz deyə hər şey Allahın üstünə ataraq qorunmaq ola bilən, qorunmaq mümkün olan problemlərin qabağını almamaqdan qaçınmayın. Mən yenə də deyirəm, sizlərə ən doğru proqnoz versəm mən deyəcəm. Mən nə deyirəmsə ona qulaq as. Vallahi də deyirəm, billahi də deyirəm. Allahın adını o görə çəkirəm ki, mən özümü gözəl tanıyıram, siz də mənə yaxşı tanıyırsınız. Çox baxıl olan, cahil olan kəslərə söhbət getmirəm. Məni hər dəfə izləyən kəslərə deyirəm ki, mənim proqnozları izlə. Bu aprel-may ayında elə bir dağıdıcı zəlzələ gözlənilmir. Zəlzələ bizdə nə vaxt olacaq? Başqa ölkələrdə zəlzələlər daha çox olandan sonra görəcəksiniz ki, bir çox ölkələrdə ardıcıl şəkildə zəlzələlər olacaq. Yeraltı deşiklər, nə bilim, boşluqlar danışacaq da efirlərdə hər bir şey onun adına ələ qoyacaq. O zamanında Azərbaycanda da o da olacaq 2028-in sonuna qədər. Bəli, o zəlzələ gəlib çıxacaq, amma bu 2 ayda onu görmürəm. Bu 2 ayda onu görmürəm deyə də sevinməyin. Çünki 2028-in sonuna qədər də çox vaxt qalmayıb. Onun üçün də çarə qılmaq, düşünmək lazımdır. Mən təkrar edirəm, Nadim Əlixanov, təzə Vanga, təzə bir Nostradamus. Əgər deyirsinizsə ki, ay nə bilim, gülən var, o var, bu var, yox. Mən boğunu yoğun olan, qalstoklu bir proqnoz verən politolog olsaydı, çoxlar diyor, o belə. İndi Jirnovski mənim dediklərin vaxtı ilə %10% deyib.
Aç mənim dediyi illər əvvəl proqnozlara da bax, onun da deyir bir kəlmə o dedi. Yalançının üzünə lənət. Leynovski dedi və ya onun kimi deyənlər var. Amma and olsun onun dediklərinin içində yalanları da var. O doğruları gətirib qoymayaq. Simpsonların da dediklərin yalanları da var. Bir də proqnoz sizə artıq vereyim mi? Türkiyədəki seçkilər 2028-dən əvvəl olacaq. Erdoğan bəyin olacaq olan. O barədə də demişdim. Amma həmən o seçkilərdə də qalib təbii ki, Azərbaycanın dostu olan Erdoğan bəy olmayacaq. Ya özü verməyəcək öz namizədliyi, ya da ki, bilmirəm, Türkiyədə qarışacaq gərgin anlar gözlənilir. Başqa adam seçiləcək Türkiyənin prezidenti də. Təbii ki, bizim istəyimizdən olan şeylər deyil. Mən bunu istəyirəm, istəmirəm də deyil. Çünki hisslərim bunu deyir. Allah sizi qorusun, sağ olun. Gedən gedişata da baxmıram, Allah hamd olsun. Vallahi. Mən bunu çoxdan demişəm. Gedən gedişat indi başlayıb da, bir kitab mən olsun, ondan sonra Türkiyə barədə soruşursunuzsa. Təbiətlə fəlakətlərə də deyirsinizsə, onlar da indi başlayıb. Mən o illər deyib, bunları deyirəm, sadəcə xatırlayıram. Sizlər üçün deyirəm, Allah hamd olsun. Özünüz bilərsiniz, sizə qoyun, özünüzsə qorumayın. Sağ olun.